2025-2026-cı illərdə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə 30 vaqonun alınması nəzərdə tutulub. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, istehsalçı müəssisə ilə razılaşmaya əsasən 2025-ci il ərzində 30 yeni nəsil vaqonu alınaraq Bakı Metropoliteninə gətiriləcək və tam komplektləşdirmə aparılaraq xəttlərə buraxılması istiqamətində tədbirlər görüləcək. Xətlər ayrıldıqdan sonra yaşıl xətt ancaq yeni nəsil qatarlar hərəkət edəcək. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına əsasən bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 299 yeni vaqonun alınması planlaşdırılır.